Bugün Su İdman Sarayı'nda yerləşən Böyük Sirkin ulduzlarına gəlmişik. Bir həftə qabaqdan onlayn bilet almışdıq. Biletin qiyməti isə 20 manat idi. Uşaq üçün bilet almadıq, çünki Elazığın 1 yaşı var. Mən uşaq vaxtı sirkə getmişdim. Kənan da herhalde uşaq vaxtı gedib axırıncı. Ondan sonra heç getməmişdik. Həm dedik bəhanə olar, həm də bizim Instagramda belə bir nə deyirlər, seriya videolarımız var. Adı qızımın, dadı bizim. Mən də onun üçün maraqlı bir video çəkəcəm. Elazığ dünən axşamdan mənim bütün əsəblərimi oynadıb yerimdən yatmır düzəməlli. Səhər maşın gəlirkən səhər yuxusunda, asıl günorta yuxusunda yatmayıb. İndi görə necə olacaq? Sirkə yatmasa yaxşıdır. Videoda bayaq qeyd elədim, biz 20 manatlıq bilet almışıq, amma qiymətlər fərqlidir. 11 manatdan başlayır. 11 manatdan başlayır və 45 manata qədərdir. Biz nə tam arxa, nə də tam qabaq seçmişik. 20 manatlıq bilet seçdik və biletlər tez tükənir. Həm də bayram günləridir indi. Uşaqları hamısı bayramdadır deyə hamı gətirir uşaqlarını. Görək necə keçəcək. Bizim böyüklər üçün məncə maraqlıdır. Həm də Elazığda düzdür, çox başa düşməsə də maraqlı olar, mənə elə gəlir onun üçün də. İloş ne oldu? 15-20 dəqiqəlik ara verilmişdi. Təzədən yenidən başlayacaq. Ümumi sirkin vaxtı 2 saat çəkmişdir. Lütfen canım, ben sakalını yeri çekmiyordum ya. Çəkdim. Baba. Sirk qutardı. Bizim gözlədiyimizdən uzun çəkdi, amma maraqlıydı. Biz böyüklər olaraq biraz yorulduq, amma uşaqlara çox maraqlı olar. Usta Elazığ yarısından sonra yatdı, axıra yaxın durdu. Ümumi yəni maraqlıdır, uşaqlarınızı apara bilərsiniz. Belə çıxandan sonra vaxtınız olsa orada gəzə bilərsiniz. Qəşəng, təmiz də hava var idi. Amma bizim vaxtımız olmadığı üçün artıq qayıdırıq evə. Gəl ananın yanına. Gəl. Hadi. Sabahınız xeyir olsun. Biz durmuşuq. Bugün Elazığ xanım iş güclə gedəcək ilk dəfə. Əslində biz çoxdan aparmaq istəyirdik. Bir türlü vaxt eləyə bilmirdik və gedəcəyimiz yer bəlli olmadı. Ona görə axırki bugün gedəcəyik.
sənə tezdən istəyirəm vlog çəkim. Sizinlə birlikdə biraz işləri görək. Dünəndən qablarımı yumamışam. Onları yuyarıq. Pankek hazırlayarıq. Sonra aycan yumurta pişirərik. Səhər yeməyimizi yeyərik. Belə. Sonra da apararıq Elizanı üzməyə. Görək necə olacaq. O sənlik deyil. Gəl baxaq. Oya baxaq. Alo. Eliza zəng gəlir. Baxaq. Telefondan danışır bu qız. Deməli bizə bir dənə yumurta lazımdır. Qoyam. Daha sonra buradan biz südü götürək. Bu rayondan gəlib. Bir neçə dənə yumurta götürək. Yox. Ata sənə verir, sən ye. Yaxşı, istəmir vermə. Südümüz qaynasın. Bir də yumurta qıraqlar. Biraz pesto əlavə edəcəm. Çox az. Burada hər halda bir çay qaşığı falan belə var. Ben askıdım, bu da başlayıp söylemeye. Şirin. Bunu da çek. Mən yumurtanı çevirəndə xoşlayıram. Hər iki tərəfi bişəndə ona görə çevirirəm hamısını. Bu tavam nədənsə yapışdırdı, bilmirəm. İlk dəfə də belə şey deyir. Video çəkəcəyimi hiss edeyim. Sarılar hamısı dağıldı Kənan. Niyə belə oldu ki? Vanilya tükək. Kapatma tozunu tükək. Biraz ləzzət üçün Elizanı tökək. Mən hatta bir dənə tuzu verin də. Onu da əlavə edirəm. Tuzu əlavə edirəm. Və qarışdırıram yaxşıca. Can. Ya bunu ne zeytin de böyle. Ne bileyim, zeytin mi? Gözlükli yere biraz soyuyorsun. Soyuyorsun pankeki. Eliza bak. Ana bak. Ana sen hiç fark etmişsin. Çok istedi. Gene biraz gözlüğe soyuyorsun. Cısla. İstersen dokun ama istedin. Görürsen. Ama sen ettim ama istedin. Sana ağzına bak.
Acısı yeyə bilərsən belə. İstədə qoy bir dənə ortadan bölüm. Ay canım, gör nə qəşəng. Kana ilk dəfə də belə qəşəng çıxıb, pankekim. Belə qəribə çıxıb. Ay canım. Qoy bir soysun da. Yaxşı. İstidə ama. Mən kim qarışdırdım? Su, istəyirsən? Ne oldu? Dakika dönmedik. Ben bunu tanıyayım. Güzel. Kekler de hazırdı. Şimdi içerisini size göstereceğim. Bunu vlogda ile sizinle birlikte almıştık. Sırf su için olan, havuz için olan pampersti. Biz alanda yay idi, artıq 2 ay keçir üstündən. İnşallah əyninə gələr, çünki başqa pampersimiz yoxdur. İndi bunu götürəcəm, bir də sumkasını hazırlayıram. Bir kofta götürdüm, mayka, şalvar, corab, altda 2 dənə dəsmal götürdüm. 2 dənə bu pampersdən qoyuram, birdən nəysə lazım olar. Bunu götürəcəm qalındı üstündən giyindirməyə. Hava əslində günəşlidir. Mən də bunu da götürürəm, birdən soyuq olsa deyə. Bu qədər. Görək necə olacaq. Elə yaxşıdır. Bura bizim evimizə 2 dəqiqəlik məsafədədir. Ona görə rahat olacaq, soyuq olmaması üçün. Gəlib çatdıq ucu. İndi yox, 15 mən İlk üzgüçlük dərsimiz yaxşı keçdi. Hardasa 15 dəqiqə içəridə qaldı. Biraz ağladı. Amma düşündüyümüzdən yaxşı oldu. İnşallah daimi gələr. Qızlar, başqa bir gündən yenə mən gəldim. Çünki alış-veriş eləmişəm. Instagrama çəkirdim. Dedim sizə də göstərim. İkili belə tefal tava almışam. 50 manata almışam. Ya 50 ya 55 idi ikisindən biri. Bu tavalar çox yaxşı tavalardır. Seramik olanını bu dəfə aldım. İndi istifadə eləməyəcəm. Nə vaxtsa tavalarım xarab olsa deyə almışam. İndirimdə idi, dedim fürsəti qaçırmayayım. Çünki bunlar Bakıda 120 manat, 150 manatdır qiymət aralığı. Ona görə aldım, aparıram, qoyuram zapas olaraq. Daha sonra özümə belə bir kofta almışam. Qalındır, çox qalındır. Üstü də belə paxlava desenlidir. Bunu da çox bəyəndim. Qalın bir şeydir. Qışda rahat giyinə bilərəm. Düzdür, hələ havalar soyuyası oxşamır, amma dediyim kimi bunu çox bəyəndim. Linkini istəyən olsa göndərərəm. Baxarsınız. Qiyməti də çox uyğun. 18 manat aldım deyəsən buna. Çox qalındır. Buradan sizə bilməm necə göstərə bilərəm. Sonra bu yubqanı almışam. Düzdür, bunu çox ucuz almamışam. İndirimdə alsam da Manukadan da. Manukanın bilirsiniz, malları biraz bahadır. İşıq vurur bura. Aha, görürsünüz, burası belə dəridəndir. Karışlı bir rəngdə. Bu hissəsi qaradır. Belə şıq-şıq materialdır. Amma xoşuma gəldi. Uzundur, mididir. Və sonra sizə çaydanımı göstərim. İndi bunu da istifadə eləmək üçün olmamışam. Bəzən bu tok çaydanlar xarab olur. Biz neçə ay tok çaydansız qalmışdıq. Ona görə indidən aldım ki, lazım olsa çıxardıb istifadə eləməyə. Bu da indirimə çox yaxşı qiymətə düşmüşdü. Tək yadımda deyil neçəyə idi. Ona görə bunu aldım. Rəngi də, modeli də əsl mən sevdiyimdir. Berghoff, gözlüyün göstərim. Berghoff markasındandır. Bunun tavalarını da almışdım mən, çox yaxşıdır. Və axırıncı da sizə göstərim. Fossildən belə bir çanta almışam özümə. İçərisi də genişdir. Bardov rəngdədir. Belə bir şeydir. Əgər hansınızsa bəyənsəz, kommentdə qeyd edin. Mən sizə linkini göndərərəm. Dedim sizə bunları göstərim. Bu qədər. İndi keçək vlogun davamına.